çürə peçi üçün qapı axtaranlar, bu video məhz sizin üçündür. Bu videonu sonacan izləyin. Videomuz biraz uzun olacaq, amma çox önəmli məsələ haqqında sizə məlumat verəcəm. Müştərilər çox vaxtı məndən çürə qapıları soruşur. Ən çox verdikləri sual isə sizdə olan qapaqlar materialı dəmirdirmi, çuğundurmu? Bizdəki olan çürə qapıları mağazamızda gördüyünüz kimi bir 8-ə yaxın model var. Bu qapıların hər birinin materialı dəmirdir. Bəzən bəzi müştərilər elə düşünür ki, yəni çürə qapısının materialı dəmirdirsə, çuğun deyilsə, bu onun keyfiyyətinin, yəni minusudur. Xeyr, əksinə belə deyil. Əksinə tam tərsidir. İndi mən sizə bu qapaqların üstün cəhətlərini deyəcəm. Yəni çuğunla müqayisədə hansı üstün cəhətləri var, sizə deyim, yəni bilməyənlər də məlumatlansın. Bildiyiniz kimi, yəni çuğun qapaqlar Azərbaycana bugünkü gündə əksərən yəni Rusiyadan gələn qapaqlardır. Rusiyada, yəni bizdəki kimi yeməklər bişirilmədiyindən, misal üçün bütöv quzu olsun, qutablar olsun, şirniyyatlar olsun. Yəni mən daha çox rusların səhifələrini izləyirəm. Onlarda necədir? Ruskaya peçka dediyimiz peç tikilir. Peçin ön hissəsində belə bir çuğun plitə olur. Qabaq hissəsində isə bizim çürə peçi dediyimiz peç olur. Onun da qapağı ya belə qapaq qoyulur, ya da belə götürülmə dəmir qoyulur. O peçin üst hissəsində yatmaq üçün də yer olur. Həmin peçlərdə daha çox yeməyi necə bişirirlər? Belə saxsı deyil də, başqa bir xüsusi materialdan hazırlanmış qazanlar olur. Həmin qazanı götürmək üçün belə yabaya oxşar xüsusi bir aksesuar da var ki, götürüb qoyurlar. Yəni onlarda bizdəki kimi belə 60-ın 40-a paxlava listində deyəlim ki, bütöv quzunu qoyub bişirmək olsun və ya paxlava olsun, şəkərbura olsun və ya qutaplar olsun, bişirmirlər. Onlar daha çox dediyim kimi yığcam formalı nələrsə bişirdiklərindən onların çürə qapları balaca ölçülü olur. Bu misal üçün çuğun qapaqdır. Bu rus peçinə aiddir. Çürə peçi ilə heç bir aidiyyəti yoxdur. Çünki bunun gördüyünüz kimi havalandırma yeri yoxdur. Çürə peçlərində mütləq şəkildə havalandırma olmalıdır. Bizim mağazamızda olan bütün çürə qapıların da hər birinin üzərində havalandırma yeri var. Yəni ən birinci, ən mühüm özəllik qapının ölçüsüdür. Yəni Rusiyadan gələn çuğun çürə qapılarının ölçüsü ən böyükləri maksimum əksərən baxırıq ki, 40 santıma qədər olur. Amma bizim mağazamızda olan qapaqların ölçüsü eni 50 santımdır, hündürlüyü 39 santım. Yəni ən balaca dediklərimiz isə 46-nın 35 olan qapaqlardır ki, siz bunu